Mənim bu sözümə qulaq verin, diqqətlə qulaq asın da. Bugünkü gün utilizasiya pulunu cəmaatdan alırlar. Yəni bugün ölkəyə maşın gələndə gömrük qiymətinin üstünə əlavə 700 manatda gəlib utilizasiya pulu alırlar. Sonra da biz maşını utilizasiyaya verəndə həmin pulu təzədən fırlayıb bizə verirlər. Çox gözəl. Bizdən alıb bizə qaytarırlar. Bunu qoyduq bir qırağa. Məsələ nətərdir? Bugünkü gün hər gün gömrük rüsumunu artırırlar və deyirlər ki, şəhərdə probkadır, nə bilim, Sovet maşını belə, Sovet maşını elə. Bircə il gömrük rüsumlarını salsınlar, bütün maşınlar üzrə aşağı. Qardaş, o kasıb vaz sürən oğlan kefindən vazı sürmür də. Günü bugün o vazı götürüb tullayacaq, atacaq qırağa, gələcək qəşəng bir özünə normal inomark alacaq. Salafan ala bilməsə də bax belə normal maşın alacaq. Ona görə qardaşlar, əgər yollarda salamat maşınlar görmək istəyirsə, gömrüyü bircə illik ləğv eləsin, bircə aylıq ləğv eləsin, qoy kasıb balası da alsın, sürsün də. Düzdürmü? Səhv deyirəmsə, nə səhv deyirəm. Bax, burada əsl bax Toyota Corolla Cross budur. Amerikankadır və hibrid deyil, benzindir, 2 motor benzindir. Qiyməti $18.000 qoyulub. Start qiyməti real alıcı olsa razılaşmaq olar. Bax, görürsünüz, Çin Corolla sürən qardaşlar inciməsin, Çin də pis deyil. Amma bu orijinalı başqa bir aləmdir də. Yəni, orijinalı ilə qardaş, misal üçün Çində Corolla Crosslar yığılır. Favın zavodunda, Gəcin zavodunda, onunla bu bir ola bilməz də. Bu 2022-dir, dəri salondur, benzindir, hibrid deyil. Yəni Corolladır da, Corolla Cross da dözümlü bir maşındır. XY komplektasiyadır, yəni koja salon falan olur, 4 çəkəri zadı var. Yəni kimsə də Azərbaycana göndərmək olar, qiyməti də indirim almaq olar. Maraqlı olanlar yazsın WhatsApp-a 055 265 83 82. Polnu full bir dənə RAV4 var, Polnu full. Panoramik lükus adı var da, yəni ən üstün komplektasiyalardan biridir. Belə çerni rəngindədir. $23.000 qoyub 2020-dir. İndi real alıcı ilə təbii ki də gələcəm mən qiyməti o deməklə deyir. Polnu full komplektasiyadır. Salonunu göstərim. Baxın, salonuna üstündə panoramik tavandır. Bax belə. Bakıya bir həftəyə çatdırmaq olur. Digər ölkələrə də indi müəyyən vaxt ərzində çatdırmaq olar. XY komplektasiyadır. XY komplektasiyadır. Belə, indi real fikriniz olarsa gəlib danışmaq olar. Link kodunu da mən sizə çəkim göstərim ki, özünüz vurub baxasınız. Bilmirəm hansı zədə ilə gəlib, nə ilə gəlib, baxmaq lazımdır. Bu da maşının link kodudur. Yaxından çəkim ki, o maraqlı oldu. Əlaqə nömrəmiz 055 265 83 82 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. WhatsApp zəng 24 saat aktiv. Belə bir sportivni diskləri olan qoşa lüklü Malibu var. Özdə ili də qəşəngdir. 2022-nin 5-ci ay 56.000 yürüşdədir. $10.000 yerində qiymətdir. $200-300 da bunun daşınmasıdır. Bir həftədə çatdırılma mümkündür. Malibu istəyən dostların nəzərinə. İndi təbii ki 10.000 yazıbsa biz ona 10.000 verəsi deyil. İndirim tələb edəcəyik. O indirim tələb edəcəyik. O sağdan narahat olmayın. Yəni siz tək istəyin, biz sizə göndərək. LT komplektasiyadır. Yəni qeyd edirəm, ili də qəşəngdir. İli də qəşəngdir, qoşa lükuna qədər var. Burada gördüyünüz istənilən avtomobili bir həftəyə Azərbaycana çatdırma mümkündür. Yəni 100% zəmanətlə bir gün belə o tərəfə bu tərəfə ola bilməz. Bir gün belə. Kimə maraqlı oldu? 055 265 83 82 nömrəsi WhatsApp-ı 24 saat aktivdir. Ürəyinizdə vaxt istərsiniz, zəng vurub sifariş verə bilərsiniz. Kənd həyatı yaşayanlar, tikinti təmir sektorunda olanlar, özünə ucuz qiymətə pikap axtaranlar, qardaşlar, yox deyə bundan oyna. Cəmisi, yürüşü nədir bunun? Probekti 12.000 yürüşdədir. Demək olar ki, təzə maşındır. 2025 modeldir. Bir kası da çıxacaq 2023-ün 10-cu ayı. Bir kası da qardaş Ford, tank kimi dözümlü. Quzu qurdun, yol Fordun. Qiyməti də superdir. $21.500 yerində qiymətli. Yenə də indi realını fikriniz olarsa gələrəm qiyməti qıraram. 4 qapılıdır, yəni qoşa kabinadır. Maşın tankdır qardaş. Bir dənə uzaqdan çəkin, bax bir dənə burdadır. Qiyməti də superdir. Özdə 2 motordur qardaşlar, 2 motor. 2 motor benzinli, avtomat korobkadır. Şəhərdə sürməyi də zordur, dağa dərəyə də zordur. Ürəyin hara istəyir qardaş, sür apar. Ford Maverick. Bir həftəyə də Azərbaycana çatdırılmada hazır maşındır. Yəni elə bir avtosalondan təzə maşın alırsan. Mitsubishi-dən ucuzdur. Yəni Mitsubishi L200-dən ucuzdur. Cəmi bir ədəd qalıb. Yəni real ciddi müştərisənsə zəng vur. Ürəyin haçan istəyir WhatsApp-a. Salonu da göstərir. 055 265 83 82 qardaş WhatsApp aktivdir.
Qəşəng pikaplar istəyənlər buyursun, əlaqə saxlasın. Öncədən qeyd edim ki, qardaşlar, buradan maşın göndərmək üçün, yəni maşın sahibinə vəsait tam formada ödənməlidir. Bəzən zəng vururlar, danışırlar, hər şeyi soğaqla deyir ki, qardaş, maşın gəlsin, Bakıya çatsın, heylə verərəm. Elə şey var, qardaş. Kim buradan öz maşınını verər ki, götür apar, Bakıya çıxanda pulunu verərsən. Elə şey var, qardaş. Yəni, bütün dünyada qəbul olmuş standart qaydadır. Maşın sifariş verirsənsə, nəməlini, pulunu ödəməlisən, üstə gəl $100 da bizim zəhmət haqqı. Bax, burada ürəyin nə maşın istərsi var. Sadəcə əlin cibində olsun, qardaşım. Yəni, baxıb xəyal quranlar, nə bilim, maşınımı sataram, sonra alaram deyənlər yox. Real nağd isti pulun varsa, qardaş, yaz, zəng vur, WhatsApp-a, bioda nömrə var. 24 saat zəng, WhatsApp, hamısı aktivdir. Ürəyin nə istəyirsən, qardaş, buradan seçib göndərək. Belə gözəl-gözəl, şirin qiymətlərə maşınlar var. Amma zəng vurursan, prosto elə belə evdə darıxırsan, nə bilim, eləsi də var, danışır, axırda deyir ki, qardaş, maşın gəlsin Azərbaycana, Bakıya, baxım maşını elə pul verirəm. Qardaş, bu dədəmin maşını deyil, başa dönüm. Deyim ki, sənə göndərim ki, gəlsin Azərbaycana, sənə pul verir. Dədəmin maşını deyil, bu başa dönmüşsən. Cəmaatın maşını da pul verilməlidir, götürülməlidir buradan. Elə şey var, elə bazar var. Belə bir Amerikan maşını var burada, qardaşlar. Amerikada bu polis, o kinolarda var, polis cəmaatı qovalayır, zad edirlər. Bu poliseyski maşındır, Ford Explorerin təzələri. Burası motoru həcmi balacadır. Motor həcmi 2.3-dür. $27.000 yerində qiymətidir. Vayen rəngdədir, tünd yaşıl rəngdədir. Mənim burası telefonum biraz zay telefondur, rəngi tam tuta bilmir. Yəni ki, belə indi alver olsa inşallah qəşəng telefon alacağım özümə. Biraz telefonum zaydır. Maşın budur, çox belə ləzzətli bir şeydir də. Kim istəsə qardaşlar göndərmək olar. Yəni bioda nömrə var, nə maşın istəsəz qardaşlar göndərə bilər, fərqi yoxdur. Əli cibində olanlar yazsın WhatsApp-a. Əli cibində olanlar, baxıb xəyal quranlar yox, başa dönərəm. Oturub qardaşlar aylarca Dubaydan, Amerikadan, Koreyadan maşın gözləməyə son bir həftəyə sizə bu ilanları çatdıra bilərik $4.700. Yəni yox deyib, belə qiymət heç arada yoxdur qardaşlar. Gedib 40 gün, 45 gün maşın gözləyir. Bir həftəyə qardaş bu maşını sizə çatdırırıq, bir həftəyə. Özdəki funksiyalar da var, o stopun içi belə qəşəng kvadrat yananlardandır, lüku-muku, hər bir şey var, zolaq tanıması, çarpışma önləyici qardaş açarsın. Bir həftəyə də 100% garantiya ilə çatdırılır. Sideniya qızdırıcısı var, bax çarpışma önləyici, 4 şöyle 2 motor sarıda boşdur. Kimə maraqlı oldu, əlaqə 055 265 83 82 24 saat zəng vura bilərsən. WhatsApp aktivdir, klimat kontrolu var, start stopu var, hər bir şey var. 24 saatda qardaş WhatsApp'ımız aktiv. 2024 qardaş Pasledi model Kia'mız var. $8.500 Bakı təhvil özü bir həftəyə çatdırılmayla. Yəni oturub Dubaydan 30 gün, 40 gün, 45 gün gözləməyə ehtiyac yoxdur. Uzağı maşın 5 günə Azərbaycana keçir, 5-cə günə. Yəni bundan o yanı yoxdur. $8.500 Bakı təhvil. Maşında heç bir aerobakı, heç nəyə atmayıb, baxın. Bütün aerobakları yerindədir. Demək olar ki, salafan maşındır. Demək olar ki, yalnız arxadan zədəsi olub ondan gəlir. Baxın, çiçək kimi maşındır. Kia K4 2024 1K-dır, 25 alışdır. Bir dənə bu arxada buradan zədəsi olub. Bu da düzələn bir şeydir. Yəni $8.500 qardaş ideal qiymətdir bu maşın üçün. Yol pulusu da içindədir ha. Yol pulu hər bir şey içindədir. Kim maraqlı oldu? 24 saat zəng vura bilərsiniz qardaşlar. Əlaqə 055 265 83 82 hər növ maşınlar bizdədir. WhatsApp'ımız aktivdir. Bir həftəyə də Luboy maşın buradan seçib sizə göndərə bilərik birinci həftə. Bu Chevrolet Trax'ın qardaşlar ağ rəngindən bizdə var. Ağ rəngi 2017-sindən var. Kimə maraqlı oldu? WhatsApp'a yazsın. Bakı təhvil cəmsi $4.000. Yürüyüş sadəcə olaraq 300.000 onu qeyd edim. Amma Amerikadan tam vuruqsuz gəlib. Bu Kuzadan 2017-dir. Bakı təhvil daşınma daxil $4.000 yol pulu da içindədir. Bir həftəyə də Azərbaycana çatdıra bilirik. Yəni Azərbaycana bir həftəyə çatır. Kimə maraqlı oldu? WhatsApp 055 265 83 82 yazın WhatsApp'a qardaşlar, şəkillərini göndərim. Birəbir bunun ağ rəngindəndir. Birəbir ağ rəngindən 2017 vuruqsuz gəlib. Kimə də nə maraqlı maşın lazım oldu qardaşlar, bir həftəyə çatdırılma mümkündür. Oturub da Dubaydan 40 gün, 45 gün gözləməyə ehtiyac yoxdur. Biz varıqsa narahat olmayın, siz maşınsız qalmayasınız. Burada belə bir ucuz RAV4 var, diqqətimi çəkdi. Ümumiyyətlə
ciddi alıcılar, RAV4 axtaranlar bizə müraciət edə bilər. Seçimlər boldur. Müxtəlif seçimlər var və bir həftəyə də Bakıya çatdırılma da. Onu mən sizə qeyd edim. 100% zəmanətli sığortalı kargo ilə. Avtomobil 2.5 benzin mühərrikdir. 2020-ci ildir. Gənclər üçün də yaxşıdır, xanımlar üçün də yaxşıdır. Yəni, maraqlı bir ekskluziv rəngi var. Şəhərdə ən azı bu rəngi görən bir dəfə çevrilib baxacaq maşına. 62.000 mil yürüşdədir. Və onu da qeyd edim ki, bu avtomobil tək Azərbaycana yox, dünyanın istənilən nöqtəsinə göndərə bilərik. Daşımamız mövcuddur. LY komplektasiyadır. Komplektasiyası budur. Kimə maraqlı oldu, buyurub əlaqə saxlaya bilərsiniz. Qiymətini qeyd elədim. İndi real alıcı olarsa gəlib bir 300-500 də qiymətdən qırmaq olar. Kimə maraqlı oldu, WhatsApp'ımız aktivdir 24 saat 055 265 83 82. Hər növ avtomobillər üçün buyurub bizə müraciət edə bilərsiniz. Təbii ki, real alıcılar. Qardaşlar, bax, Dubaydan daşıma 1200 dollardır, düzdür, amma buradan daşıma 300 dollardır. Dubaydan gəlir 40-45 günə, buradan gəlir 3-5 günə. Yəni biz bir həftə vaxt alırıq, çünki yalancı çıxmamaq üçün, amma belə ortalama olaraq belə deyim 3-5 günü Azərbaycanda olur. Təbii ki, Dubayın bazarı dünyanın ən böyük bazarıdır, amma burada da yəni sizin istəyinizə uyğun maşın tapmaq mümkündür. Burada tapa bilməyəndə biz Dubaya başvururuq, Dubaydan axtarırıq, amma burada da yetərincə maraqlı maşınlar var ki, buradan da dünyanın istənilən nöqtəsinə göndərə bilərik. Kimə maraqlı oldu, əlaqə nömrəmiz 055 265 83 82. Xəttimiz 24 saat aktivdir. 24 saat ərzində zəng edə bilərsiniz, WhatsApp-a yaza bilərsiniz. Hər növ axtardığınız o maraqlı avtomobillər üçün sizi gözləyirik. Bizdən RAV4 istəyənlərə şad xəbərimiz var. Çox sayda RAV4-lərimiz var. Üstündəki qiymətlərə fikir verməyin. Yəni üstündəki qiymətləri gəlib aşağı yuxarı eləyəcəyik. İndi o satıcının nəzərdə tutduğu qiymətdir. Misal üçün 2024 var burada, 2.5 hibrid XY komplektasiyadır. 28.500 dollara qoyub. Əslində baha qoymayıb, amma yenə də danışıb razılaşmaq olar. Bir nəzər alsaq ki, Toyota Corolla Cross nədir ki, Tay Corollası gəlir 19-20 min dollara oturursa. Yəni yaxşıdır, orijinal maşın üçün gözəl bir qiymətdir və tək Azərbaycana yox, dünyanın istənilən nöqtəsinə göndərə bilirik. Rusiya, Özbəkistan, Tacikistan, Kazakistan, ürəyiniz hara istədi göndərmək mümkündür. Komplektasiyası XL7-dir. Bakıya bir həftəyə çatdırmaq mümkündür. Zəmanətli sığortalı kargo ilə. Kimə maraqlı oldu, əlaqə nömrəniz 055 265 83 82. Zəng və müraciətlərinizi gözləyirik. Xəttimiz 24 saat aktivdir. Hə, bax bu Subaru'dan məndən çox soruşurlar, qardaş. Bundan istəyərəm Bakı yollarında olsun. Çünki demək olar ki, bundan Azərbaycanda qarşıma çıxmayıb. Yəni yoxdur bundan Azərbaycanda. Çox ekskluzivli bir şeydir. Mənim prosta telefonun kamerası zəifdir. O maşın o gözəlliyini çatdıra bilmir. Üstündə belə zinli təkərlərdir. Qiyməti də superdir. 2024-ün maşınıdır, qardaş. 22 minə qoyublar, 22 min dollara. Təbii ki, endirim almaq mümkündür. Subaru Outback. Yəni bunu tək Azərbaycana yox, digər ölkələrə də göndərmək mümkündür. İlinə görə düşür. Bir çox ölkələrə gedir. Və Bakıya bir həftəyə çatdırma olar. 22 minə qoyub real alıcı olarsa endirim almaq olar. 2.4 benzindir. Full salondur, yəni kojunlu salondur. Kimə maraqlı oldu, əlaqə nömrəsi 055 265 83 82. Ürəyinizdə maşın istədi buradan. İnşallah seçib göndərə bilərik. Candan başına xidmətinizdəyik. İzləyici mənə WhatsApp-a yazıb haqlı sual verir. Deyir, iki maşın arasında niyə bu qədər qiymət fərqi var? Misal üçün bu qoyub 26 minə, eyni illərdir. Bu qoyub 20 minə, 6 min dollar fərq var. Mən nə bilim, qardaş, başqa dönərəm. Maşın yiyəsi mən deyiləm ki. Mən haradan bilim, bilən varsa yazsın şəhərlərə. Bax, qardaş, bazarda bu çəkiliş eləyənlər var da. Allahımın işinə var deyirəsin, amma kim tam şəffaf göstərir? Mən həmişə üzərindəki qiyməti, qardaş, göstərirəm. Deyirəm ki, misal üçün, bu adam tutan bunu qoyub 18 min dollardır. Şəffaf göstərirəm. VIN kodunu, misal üçün, maşının VIN kodu da. Onu şəffaf göstərirəm. Bütün məlumatları şəffaf göstərirəm ki, qoy alıcı bilsin ki, nə alır. Yəni bu qarşısındakı maşın nədir, nə alır. Yəni belə olmaq lazımdır. Mən həmişə tövsiyə edirəm ki, müştəri qarşısında şəffaf olun. Hər fürsətdə o müştərini aldatmaq istəyənlər var, müştəriyə yalan informasiya verənlər var. Yəni yalan ayaq tutar yeriməz. Çalışaq, dürüst olaq, mərd olaq. Vallahi billahi Allah Taala ruzumuzu başımızdan tökəcək. Şükürlər olsun bu günümüzdə. Allah Taala yəni 1-ə 10 o əlinizdə olan pulun bərəkətini, ruzusunu artıracaq. Ona görə çalışın ki, alqı-satqıda insanları aldatmayın. Gəlib çatdıq, qardaşlar, bu Buick'lərin yanına. Bu Buick'lər Chevrolet Trax'dan eynidir, bilməyənlər üçün deyil.
Yəni bir çoxu bunu başqa maşın bilir. Yəni bildiyin Chevrolet Trax'dır. Trax'la eynidir və təbii ki, bəzən hallarda qiyməti bunları münasib tapmaq olur. Məsələn 2019 1.4 motor 7500 dollar. 2016 var 8700-ə qoyublar. Yəni indi üstünə yazılan qiymətlərə çox da fikir verməyin, indirim almaq olar. Real fikriniz olur. 7400-ə qoyublar, 2018-ə qoyublar 7400-ə. Sonra belə var, ablisovkası belə qırmızı xətti, yaxından çəkeyim. Telefon biraz zəif göstərir, ona görə tam dəqiq göstərəmirəm. Amma belə maşınlar da var burada. 1.4 motordur, gömrüyü yazdı. Kimə maraqlı olsa yazarsınız WhatsApp-a. 055 265 83 82. Qardaş, maşın satmağa görə yalan danışmağa dəyərmi? Tüpürün bunun təkərinə ki, insan mənliyindən üstün olur. Buna görə yalan danışırlar ki, satma, bir ay maşını satma qardaş. Evdə yumurta çörək ye, ət yemə. Nə olacaq? Öləsən. Öləsənmi? Yox. Düzdür qardaşım. Nəsə olacaq sənə? Ölməyəsən ki? Yox. Ona görə qardaşlar heç vaxt yəni maşın satılmağa görə o and içən, nəm balasının canına and içən, xalasının canına and içən, elə insanları gördünüzsə uzaq qaçın. Hə, budur, ili budur, vəziyyəti budur, vəsə. Qardaş budur, yoxsa o sizə şirin dil çıxartdılarsa, ilan dili. O deyir ya, şirin dil ilanı yuvasından çıxardı. Sizə şirin dil çıxartdılarsa qardaşlar, oradan sakitcə uzaqlaşın. Yəni satmaq üçün, maşın satmaq üçün dondan dona girən adamsa bu adam, yəni sabah problem olanda da at kimi adamın üzünə dururlar, at kimi. Ona görə çalışın qardaşlar, bax, bu sektorda olan salamat adamlardan maşın alın. Əlaqə nömrəmiz 055 265 83 82. Buradan istənilən maşını sizə inşallah ki, seçib göndərə bilərik. Canla başla xidmətinizdəyik. Nə maşın istəsəz var. Gözəl seçimlərimiz var əldə. Tək ki, siz bizdən istəyin, biz sizə göndərək. Qardaşlar bizdən Chevrolet Equinox çox istəyirlər. Qardaşlar var. Gəlib, ürəyin istədiyi qədər Chevrolet Equinoxlar gəlib. Seçimlərimiz var, RS komplektasiyalar var. Sadəcə olaraq siz yazın WhatsApp-a, mən sizə göndərim. Aktual olaraq satışda hansılar var, mən sizə göndərim. Allahın izni ilə halalından, təmizindən seçək, vuruğu, udarı olmayan məsləhətli maşınlardan seçək, göndərək sizə. Çünki Equinox'un qardaşlar, bilirsiniz də, mühərrik həcmi balaca olduğu üçün 1.5-ləri, gömrükləri münasib olur. Odur ki, Equinox istəyirsənsə 055 265 83 82 nömrəsinə zəng də vura bilərsən. 24 saat qardaşım WhatsApp-dan da yaza bilərsən. Mən buna qardaşlar kasıb cipi deyirəm. Nəyə görə? Yəni gözəl maşındır, səliqəli maşındır. Mən hələ Equinox-dan şikayət edən eşitməmişəm. Bəlkə də varsa da indi yazar şərhləri Equinox sürən qardaşlarım yazarsınız şərhlərə. Münasibdir də qiyməti hər büdcəyə uyğun tapmaq olur. İnşallah ki sizə bax belə gözəl təmiz maşınlar arzu edirəm. Və inşallah ki canla başla da əlimizdən gələni sizə eləməyə hazırıq ki, sizə təmiz maşın geçsin, sağlam vəziyyətdə maşın geçsin. Yəni canla başla əlimizdən gələni eləməyə hazırıq. Allahın izni ilə inşallah ki. Problem yoxdur. Bax Equinoxlarımız var, seçimlərimiz var. Yəni yazırsınız WhatsApp-a, buradan baxırıq, seçirik qardaş, göndəririk sizə. WhatsApp-ımız da Hasandır 055 265 83 82. Müxtəlif qiymətlərə var maşınlar, seçimlər boldur. Tək siz bizə yazın, biz sizə gələk, baxaq, VIN kodunu hər tərəfli yoxlayaq, göndərək qardaş, canla başlayın. Yəni bizim işimiz budur. Azərbaycan alıcısı qardaşlar yazın şərhlərə, qırmızı rəngi niyə sevmir? Bax belə bir sual. Məsəl üçün Camry-yə qırmızı rəng çox yaraşır. Bir dənə maşını mən sizə çəkim göstərim. Telefonun prosta biraz leş telefondur, kasıb telefonudur. O rəngləri tam belə deyim də, kamera ötürə bilmir rəngləri. Mənim neçənci ildən qalan bir dənə köhnə telefondur, ona görə. 2.5 hibriddir, 2020-ci ildir, hibrid, damı qaradır, 14.000 dollara qoyublar. Qəşəng qiymətdir, 2020-nin maşını 14.000-ə. Normal qiymətdir, salonu belədir, cavan malıdır da. Bilirsən, belə qarada qırmızı xəttlər mənə ləzzət edir, çox sportiv görsənir. Heyf ki, mən sizə bu gözəlliyi çatdıra bilmirəm. Komplektasiyası XC7, İstəsəz Bakıya bir həftəyə çatdırmaq olar və başqa ölkələrdə göndərmə mümkündür. Əlaqə zəng, WhatsApp 055 265 83 82 24 saat aktivdir. Zəng nə vaxt istəsəz zəng vura bilərsiniz. Sizə bir örnək çəkim ki, misal üçün Dubayda bugün maşın alsanız sizdən 1200 dollar yol pulu alırlar, düzdür. Amma burada misal üçün Poti, Bakı arası yol pulusu 300-400 dollar. Yəni biz 300 dollara sizə buradan Luboy maşını çatdırırıq və bir həftəyə çatdırırıq. Dubaydan gəlir 45 günə, bizdə isə gəlir bir həftəyə. Yəni üstünlüklər burada çoxdur və bu səbəbdən də mən sizə sürətli kargo istəyirsinizsə, ucuz kargo istəyirsinizsə, buradan avtomobillər
təklif eləyirəm. Təbii ki, real alıcılar, yəni real ciddi fikri olanlar müraciət edə bilər ki, biz oradan sizə seçib tapaq. Təbii ki, burada olmayan maşınları Dubaydan da tapırıq, Dubaydan da göndəririk. Çünki Dubayda dünyanın ən böyük bazarıdır. Təkcə Dubayın bazarında 10.000 maşın var və bütün dünya Dubaydan daşıyır. Bu bazar, belə deyim, bu parkovka o bazarın bir filialı boydadır. Reallıqdan danışaq. Amma yenə də indi təbii ki, əl altında varsa, nəyə görə oturub 40-45 min gözləyək? Əlaqə nömrəmiz 055 265 83 82. Məncə normal qiymətdir. 2022-nin qardaş qapqara RAV4-dür, lükuna qədər var. Üstündəki qiymət 22 min dollardır və bir 300-500-də qırmaq olar, real alıcı olarsa. 89 min mildədir və ən əsası Azərbaycana qardaşlar bir həftəyə çatır. Yəni burada gördüyünüz çəkilişdə mən sizə göstərdiyim İstənilən avtomobilin Azərbaycana çatdırılma müddəti cəmisi bir həftə təşkil edir. Bəli, doğru eşitdiniz. Bir həftəyə Azərbaycana sizə təhvil verilir. Tək Azərbaycana yox, dünyanın istənilən nöqtəsinə də göndərə bilərik. Onu hər çəkilişimdə qeyd edirəm və yenə də təkrarçılıq olmasın. Qeyd edirəm ki, bax, bu XLY komplektasiyadır. Bir həftəyə Azərbaycana çatdıra bilərik və dünyanın istənilən nöqtəsinə də. Kimə maraqlı oldu? WhatsApp-ımız aktivdir. 055 265 83 82 WhatsApp zəng aktivdir. Buyurun, gözləyirəm. Bir dənə də var, qoşa lüklu Malibu, eyni illədir, 2022-dir. 9000 dollar yerində qiymətdir. 9000 dollar 2022 qoşa lük Malibu. Məncə pis deyil. İndi təbii ki, udarı falan yoxdursa pis qiymətdir. Əlbəttə, indi yenə də siz ciddi alıcı olsanız, biz gəlib burada qiymət endirimi tələb edəcəyik. Bu VIN kodudur, çəkirəm. Baxın, indi tozda əlim sürtənmirəm, üzrü sayın. Qoşa lükü falan hər bir şey var. Bir həftəyə də Azərbaycana çatdırılma mümkündür. Kimə maraqlı oldu, yazın WhatsApp-a 055 265 83 82. Yəni seçimlər var. Sizin real büdcəniz varsa əlaqə saxlayın, xahiş edirəm. Yəni evdə darıxan, boş bekar oturan, yəni bir dənə zəng vurmayla belə mazaqlaşım deyəndən xahiş edirəm, zəng vurmasın. Real alıcılar zəng vursun. Nə lazımdır təşkil eləyə. Bir həftəyə də çatdırılmalı. Yəni oturub Dubaydan 40 gün, 45 gün gözləməyə ehtiyac yoxdur. Hər birisi əlimizin altındadır. Bir həftəyə göndərir.